Salam hər kəsə. Bugün mən sizlərə riyaziyyatdan 5-ci sinif kinar yayınları, natural ədədlərin yuvarlaqlaşdırılması bölməsi, test 9 A və B variantı suallarının izahlarını verəcəm. İzah keçməzdən əvvəl qeyd edək ki, bizim 5-11-ci siniflər üçün olan onlayn hazırlıqlarımız haqqında məlumat əldə etmək üçün 070 570 70 61 əlaqə nömrəsinə yazmağınız kifayətdir. Gəlin ilk öncə deyək ki, natural ədədlər hansı qaydada yuvarlaqlaşdırılır. Deyək ki, tutalım hər hansı bir 1728 ədədi verilir və bizə deyilir ki, bu ədədi yüzlüklərə kimi yuvarlaqlaşdırın. Burada nə etməliyik? Birinci addımda mərtəbə vahidi MH, yəni müəyyən olunur. Hansı ki, bizim 1728 ədədində yüzlüklərdə nə var? Təklik, onluq, yüzlük, minlik kimi baxsaq, yüzlüklər mərtəbəsində 7 rəqəmimiz var. Bunu müəyyən etməliyik. İkinci addımda 7-dən sonra gələn ədədə baxmalıyıq. Yəni ki, sağdakı ədəd yox, daha doğrusu rəqəmlər. Çünki rəqəmlər bilirik ki, 0-dan 9-a kimidir və ədəddə rəqəmlərdən təşkil olunur. Sağdakı rəqəm hansı oldu? 2 oldu. Bunu da qeyd edək buradan. Üçüncü addımda baxmalıyıq ki, həmin sağdakı rəqəm, yəni bu 2, 5-dən böyükdür, yoxsa kiçikdir. Dördüncü addımda isə əgər həmin ədəd, yəni bu 2, 5-dən böyük olarsa, biz bilirik ki, böyük deyil, böyük olarsa, bizim bu 7'miz bir vahid artaraq olur 8. Yəni 1, 7'nin yerinə gələr 8 və sonrakıların hamısı 0 ilə əvəz olunur. Burada 2 və 8 qalır, onlara 0 deyirik. 1800 olur. Yox, əgər bizim bu 2'miz 5'dən böyük deyilsə, 5 böyükdürsə, onda biz deyəcəyik ki, həmin ədəd, yəni 1700 şəklində olacaq. Niyə 1700 olur? 5-dən böyük olanda 7 artaraq bir vahid oldu 8. 5-dən kiçik olduğundan 7 artmır və olduğu kimi qalır. Sonra gələn 2 və 8 isə sıfırlarla əvəz olunur. İndi gəlin yenə bir nümunəyə baxaq. Tutaq ki, bizə deyilir ki, 2654 ədədi verilib. Bizdən soruşulur ki, bu ədədi yenə yüzlüklərə kimi yuvarlaqlaşdır. Təklik, onluq, yüzlük. Yüzlükdə bizim 6'mız var. Mərtəbə vahidini müəyyən etdik. İkinci addımda sağdakı rəqəmə baxmalıyıq. 6-dan sonra nə gəlir? 5 gəlir. Bunu da müəyyən etdik. 5-dən böyük yoxsa kiçik. İndi bizə 5 verdi. Bu 5-ə bərabərdir. Bu halda nə etməliyik? 5-ə bərabər olan halda belə bir vahid artırılır. Yəni, olar 2, 5 gəldiyindən 6 olar 7, qalan 2 rəqəm 0 ilə əvəz olunur. Yəni ki, bunu belə yadda saxlaya bilərsiniz ki, özündən sağda gələn rəqəmlər 0, 1, 2, 3 və 4 olarsa artmır, yəni olduğu kimi qalır. Əgər 4-dən böyüklər 5, 6, 7, 8 və 9 gələrsə, bu 6 bir vahid artaraq olur 7. İndi gəlin suallarda bunları daha da dərindən aydınlaşdıraq. Bizə deyilir ki, birinci sualda 376 ədədini onluqlara kimi yuvarlaqlaşdırsaq, hansı ədəd alınır? 376 verilib və ədədini onluqlara kimi yuvarlaqlaşdırmalıyıq. Onluqlar mərtəbəsini müəyyən edək. Təklik, onluq bizdə olur 7. Daha sonra nə etməliydik? 7-dən sonra gələn rəqəmə baxmalıydıq. 7-dən sonra 6 gəlir. Və demişdik ki, bu 6 əgər 5-dən böyükdürsə, o zaman nə olmalıdır? 7'miz bir vahid artmalıdır. Yəni, onlar 3, 8, sonrakılar da 0. Doğru cavab olur B variantı. Növbət sualda qeyd olunur ki, stadionda təxminən 32.000 tamaşaçı olduğu elan edilib. Yuvarlaqlaşdırmanın qaydasına görə stadionda ən az neçə nəfər ola bilər? Yəni bizə demək istəyir ki, biz bu variantlardan
Elə birini götürməliyik ki, bu bizdə ən kiçik olsun və yuvarlaqlaşdıranda 32.000 versin. Məlumdur ki, 31 ilə başlayacaq və indi biz bunların arasından yuvarlaqlaşdırma nəticəsində 32.000 alınanı müəyyən etməliyik. 32.000 alınması üçün qaydamız nə olmalıdır? Baxın, bu 1-lər 2 ilə əvəz olunmalıdır. 1 qalmalı deyil. Birlərin yerinə 2 gəlməlidir ki, burada 32 yaransın və özündən sonrakılara da 0 dediyimizə görə 32.000 alınsın. İndi bu 1-dən sonra 8 gəlir. Bilirik ki, bu 32.000-ə yuvarlaqlaşdırılır. 32.000 olur. Çünki 8 5-dən böyükdür. 1 olur 2. İndi C variantına baxsaq, 4 var 1-dən sonra. 4 5-dən böyük olduğundan bu 31.000 olur. Bizə 32.000 lazımdır. Bu olmaz. B variantına baxsaq, 5 gəlir. Bu halda 5-ə bərabər olur. Demişdik ki, yenə bir vahid artır. Deməli, yenə olar 32.000. Bu variantda isə 31.520, yenə olar 32.000, çünki 5 gəlir. Bizə nə lazım idi? Ən az neçə nəfər? İndi bu A, B, D-dən ən az olanı hansıdır? Təbii ki, D variantı daha azdır. Üzülü sayın, daha doğrusu B variantı. Çünki D variantında 520 verilib. Amma B variantında 500'dür. Doğru cavab olar B variantı. Növbət sualda qeyd olunur ki, ədədi 100 minliklərə qədər yuvarlaqlaşdırdıqda gəlin müəyyən edək. Bu bilirdik təklik, onluq, yüzlük, minlik, 10 minlik. Bu da 100 minlik, yəni 1 var. Bu 1-i nə etməliyik? Qaydamız var idi ki, 1-dən sonraki rəqəmə baxmalıyıq. 1-dən sonra 9 gəlir. 5-dən böyük olduğundan nə olmalıdır? 1 vahid artmalıdır. Yəni olar 46. 1 olar 2. Qalan bütün rəqəmlər, yəni 5 dənə rəqəm olduğundan hamısına deyərik 0. 46, 200.000 gələn hansı olar? A variantı olar. Növbət sualda deyilir ki, verilmiş ədədi 10 minliklərə kimi yuvarlaqlaşdırsaq, yenə müəyyən edirik. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, yəni 2 var. 2-dən sonra nə gəlir? 8 gəlir. 5-dən böyükdür. Deməli, 2-ni 1 vahid artırmalıyıq. Olar 1, 3. Qalan 4 dənə rəqəmi də 0 ilə əvəz edirik. Olar 130.000. Hansı variant? A variantı. Növbət sualda deyilir ki, Kamil lövhədə yazdığı ədədi minliklərə qədər yuvarlaqlaşdırdı. Nəticədə hansı ədəd alındı? Lövhədəki ədəddə ilk öncə mərtəbə vahidlərini müəyyən etməliyik. Bura olar bizdə təklik, onluq, yüzlük, minlik, 10 minlik, 7-dir, 100 minlikdə 2-dir. Bizə deyir ki, minliklərə kimi yuvarlaqlaşdırıb. Minlikdə nə var? 3 var. Nə etməliydik? 3-dən sonra gələn rəqəmə baxmalıydıq. 8-dir. Bu 8 5-dən böyükdür. Onda bu 3-ümüz olurdu. 1 vahid artıb 4. Olar 274. Qalan 3 dənə rəqəmə də hər birinə 0 deyirəm. 274.000 doğru cavab olar B variantı. 6-cı sualda qeyd olunur ki, diskin tutumu 372.680 baytdır. Diskin tutumu təqribən neçə baytdır? Cavab variantlarına burada baxsaq görürük ki, ədəd 10 minliyə kimi yuvarlaqlaşdırılıb. Çünki 370.000-dir, 2-yə görə baxılıb, 80.000-dir, 300.000-dir, 373.000-dir. Hamısında 10 minliyə kimi yuvarlaqlaşdırılıb. Gəlin biz də bunu yuvarlaqlaşdıraq. Olar təklik, onluq, yüzlük, minlik və bu da 10 minlik. 7 gəlir. 7-dən sonra nə var? 2 var. 5-dən böyük deyil. Demək ki, olduğu kimi qalar. 37, 2 artmır. Daha doğrusu üzülü sayın 2-yə baxdıqsa 2-dən sonra 6 var. 6 varsa 2 artıb 1 vahid olmalıdır 3. 373.000. Doğru cavab olar hansı? B variantı. Amma 373.600 verilib. Burada niyə belədir? Biz burada düz yuvarlaqlaşdırmadıq deyəsən. Bizdə 10 minlik mərtəbəsi, daha doğrusu düz eləmişdik elə. 10 minlik mərtəbəsi 7 olur. 7-dən sonra gəlir 2.
7'dən sonra gəlir 2. Bu 2 5-dən böyük olmadığından 7 olduğu kimi qalır. Yəni 37, 4 dənə də 0. Bu da hansı variant olur bizdə? A variantı doğru cavabımız olur. 7-ci sualda deyilir ki, 726.463 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Gəlin birinci ədədi yazaq. 726.463 ədədi. Yüzlüklər mərtəbəsini müəyyən etsək, təklik, onluq, yüzlük, yəni 4 var. 4-dən sonra 6 gəlir, 5-dən böyükdür, deməli bir vahid artmalıdır. Onda olar 726, 4 olar 5, 2 rəqəm var, onları da 0 ilə əvəz eləsə, 726.500 doğru cavab olar B variantı. 8-də deyilir ki, hansı düzgün yuvarlaqlaşdırılmayıb, bu hissədə yuvarlaqlaşdırılmayıb, buna düzgün fikir verək. Aydan 67.453-ü 67.000-ə gətirib, burada nə edib bizə? 67.000-dən sonra gələn, yəni bunu mərtəbə vahidlərini yuvarlaqlaşdırsa, birinci təklik, onluq, yüzlük, minlik və 10.000-lik gəlir. Burada 67.000 eləyib. Niyə 67.000 edib? 7-dən sonra 4 gəlib. 4 5-dən böyük olmadığına görə 7 olduğu kimi qalıb. Olub 67.000. Bu düzgün yuvarlaqlaşdırılıb. Burada 93.285. Biz burada görürük ki, 93 yerindədir. 2-ni 3 eləyib. 2-ni nə vaxt 3 eləyə bilər? Bundan sonra gələn ədəd, rəqəm daha doğrusu 5-dən böyük olan 8 gəlib 5-dən böyükdür. Ona görə olub 93.300. Bu da doğrudur. Növbətində nə ediblər? 76.578-i 500-ə gətiriblər. Görək doğru edibmi? 76 yerindədir. 5 var. Burada 5 olaraq qalıb. Amma qalmalı deyil. Niyə qalmalı deyil? Çünki 5-dən sonra 7 var. 7 5-dən böyük olduğundan bir vahid artıb. Bu 5 olmalıydı 6. Yəni 76.600 olmalıydı. Demək doğru cavab olar hansı? C variantı. Növbətisinə baxsaq isə 43.695 verilib. Burada 43 var, burada da 43 var. Bu 6 olub 7. Nə vaxt olmalıydı? Özündən sonra 5-dən böyük gələndə. 9 5-dən böyük olduğundan bunu da doğru eləyib. Doğru cavab olur C variantı. Növbəti sualda deyir ki, hansı ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 400 alınır? Birinci mərtəbə vahidlərini yazsaq, təklik, onluq, yüzlük. Yəni hər birində yüzlük birinci gələn olur. 3-dür, burada 4-dür, 3-dür və 4-dür. Bizə lazımdır 400 alınsın. 3-dən 4 nə vaxt olurdu? Özündən sonra 5-dən böyük gələndə. 2 5-dən kiçikdir, bu olmaz. İkincisində 4 gəlir, yenə 5-dən kiçikdir, olmaz. Burada da 4 gəlir, 5-dən kiçikdir. Buna fikir versək 5 gəlir. Demişdik ki, 5-ə bərabər və 5-dən böyük olanda 4 bir vahid artır 5 olur. Bizə də lazım idi nə? 400 alınsın. Yüzlüklərə kimi yuvarlaqlaşdıranda bu 500 olur. Bu da lazım deyil bizə. Bizə C lazımdır. Niyə C lazımdır? Çünki C də doğru olmur. Bizə B lazımdır. Niyə B lazımdır? Çünki burada fikir versək, yüzlüklərdə 4 var. 4-dən sonra 4 gəlib. 4 5-dən böyük olmadığından 4 bir vahid artmır. Yəni doğru cavab olur B variantı. Onda deyilir ki, hansı yuvarlaqlaşdırma doğrudur? 67.893-ü 68.000 eləyiblər. Bu hissə 68 olub. Niyə olub? 7-dən sonra 8 gəlib deyə. Bura kimi doğrudur. Amma biz demişdik ki, bütün rəqəmlər 0-dan əvəz olunmalıdır. Bunlar 9-u saxlayıblar. Bu doğru deyil. B variantına baxsaq, 65.074-ü 76 eləyiblər. Doğru olmaz. Bizə sıfırlar lazım idi. C-yə baxsaq, 54 öz yerində, burayla razıyıq. Daha sonra 54-dən sonra 4 gəlib. 4 5-dən böyük olmadığından olduğu kimi qalır və 3 rəqəmdə 0-la əvəz ediblər. Doğru cavab olar C. Buna da baxsaq, 79-dan olub 78. Niyə 78 olmalıdır? Ola bilməz. Çünki 9-dan sonra 8 gəlibsə, bu da 1 vahid artmalı idi. Yəni, bura 0 gəlməli idi.
D də olmaz. Doğru cavab oldu C. 11-də deyilir ki, 987 A43 ədədini minliklərə qədər yuvarlaqlaşdırdıqda 988 min alınır. Buna görə A neçə ola bilər? Fikir veririksə 987 var, bizə 988 lazımdır. Deməli bu 7'miz 1 byte artmalı idi. Artması üçün bu A hansı ola bilərdi? 5 ola bilər, 6, 7, 8 və 9. Çünki 5 və ondan böyük olanda 1 vahid artırdı. 7'nin 8 olması üçün bunlardan biri olmalıdır. İndi variantlarda hansı verilibsə o doğru olar. 1, 2, 4 olmaz. 5'dir bunların arasında olan. Doğru cavab olar D. Növbət sualda deyir ki, 12, 16.083 ədədi. 16.083 ədədini yazaq. Yüzlüklər. Təklik, onluq, yüzlük. Yüzlükdə sıfırımız var. Sıfırdan sonra 8 gəlir. Yəni 5'dən böyükdür. Onda 0, 1 vahid artır olur 1. 16, 1, 2 dənə rəqəmə də 0. 16.100 doğru cavab olur D variantı. İndi isə keçək B variantı suallarına. Bizə deyilir ki, yuvarlaqlaşdırdıqda 350 alınan ən böyük ədəd neçədir? Nə etməliyik? İlk öncə yuvarlaqlaşdıranda 350 alınması üçün müəyyən edək A variantında nə verilib? 345 verilib. Biz bilirik ki, 4'dən sonra 5 gəldiyindən bu 4 1 vahid artır olur 350. Bundan hələ ki razıyıq. B variantına baxsaq 350 var. Biz yuvarlaqlaşdıranda 350 istəyirik. Buna hələ ki dəymirik. 350 lazım olduğuna görə. 354 var. 354'dən nə edə bilərik? 5'dən sonra 4 gəldiyindən, 5'dən balaca ədəd olduğundan bu. Ona görə bu 5'i artıra bilmərik. Olduğu kimi qalar. Yəni bu olar 350, bu da 350. İndi buna baxsaq 5'dən sonra 8 gəlir. 5'dən böyük olduğuna 360 olar. Demək ən böyük hansı oldu? 354 oldu C variantı. İkinci sualda deyir ki, 28.094 ədədi. 28.094 ədədini minliklərə kimi. Təklik, onluq, yüzlük, minlik. Minlikdə 8 var. 8'dən sonra 0 gəlir. 0 nədir? 5'dən balacadır. Demək ki, nə etməliyik? Olduğu kimi saxlamalıyıq. 28, 3 dənə rəqəm və 3 dənə 0 yazırıq yerinə. Doğru cavab olur B. Üçüncü sualda deyir ki, yuvarlaqlaşdıranda 240 alınan ən kiçik ədəd hansıdır? Aha. Biz burada nə etməliyik? Qaydamız nədən ibarətdir? Bizim 2 dənə yolumuz ola bilər ki, 240 alınması üçün birinci hal odur ki, bura biz 23 yazaq və 23'dən sonra gələn bu ədədlərə 5, 6, 7, 8, 9'dan birini yazaq. Niyə? Çünki 3'dən sonra gələn bu ədədlər 5'dən böyük olanda 1 vahid artır və olur nə? 240. Aha. Baxın, bir də izah edirəm. 235 yazmışıqsa bura. Bu 5 nədir? 5'ə bərabərdir. Bu 3'dən sonra gəldiyindən 1 vahid artır olur 240. Və yaxud da eyni qaydada 239'u yazsam. 9 nədir? 5'dən böyükdür. Ona görə bu 3 olur 240. Yəni bizim yaza biləcəyimiz ən kiçik ədəd hansı olur? 235 ədədi olur ki, bunu yuvarlaqlaşdıranda nə olar? 240 olar. Yox, əgər bizə desə ki, ən böyüyünü yaz. Onda nə etməliyəm? 240 yazmalıyam. Amma bundan sonra gələn ədədə 5 yaza bilmərəm. Və ondan böyük yaza bilmərəm. Çünki 4 artıb olar 5. 250 bizə 240 lazımdır. Ona görə bura 240 nə yazaram? Ən çoxu 4 yazaram ki, bu artmasın, olsun 240. Ən böyük 244 olardı. Ən kiçiyi isə hansı olardı? 235, yəni A variantı. Növbət sualda deyir ki, 487 A25 ədədini minliklərə qədər yuvarlaqlaşdıranda 487 min alınır. A neçə ola bilər? Bunu belə də eləyə bilərsiniz. Variantlara baxın. Ədədlərimiz bizim iki cür olurdu. Ya 4 və ondan kiçiklər, ya 5 və ondan böyüklər. Fikir versək, C, B, A-da hamısı 5'dən böyükdür. 5'dən kiçik olan D variantıdır. Doğru cavab olar D.
5-ci sualda deyir ki, rəqəmləri müxtəlif olan ən böyük 5 rəqəmli ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda. Rəqəmləri müxtəlif ən böyük deyirsə, deməli ədəd nə ilə başlamalıdır? 9 ilə başlamalıdır. Sonra 8, 7, 6 və 5 olmalıdır ki, bu ədəd ən böyük olsun. Yüzlüklərə qədər yuvarlaqlaşdırma. Bu təklik, onluq, yüzlük. Yüzlükdə 7 var. 7-dən sonra 6 gəlir. Bu nədir bizdə? 5-dən böyükdür. Böyük olduğundan 9, 8, 7 artıb olar 8. Bu ikisinə də 0 deyərik. 98.800 olar C variantı. 6-cı sualda deyir ki, verilmiş bu ədəd A-nın yerinə hansı rəqəmləri yazmaq lazımdır ki, bu ədədi 100 minliklərə qədər yuvarlaqlaşdırdıqda 2.500.000 alınsın. Aha. Yəni bu 4-ün əvəzinə 5 gəlməlidir. 5 gəlməsi üçün, yəni 1 vahid artması üçün demişdik ki, 5 və 10-dan böyük olanlar. Baxın A variantına 5, 6, 7, 8, 9. Əgər desə 2.500.000 yox, 400.000, onda hansını götürərdik? B variantını götürərdik. Yəni 5-dən kiçiklərini. Burada isə doğru cavab olar A variantı. 7-də deyir ki, verilmiş ədədi verilmiş mərtəbəyə qədər yuvarlaqlaşdırdıqda hansı ədəd? Baxın, bunlar bizə 3-ü verib. 3-dən sonra nə gəlir? 4 gəlir. 5-dən böyük olmadığından yazırıq. 98, 3, ora kimi yazdıq. Qalan 5 dənə rəqəmi 5 dənə 0 əlavə edirik. 983, 5 dənə 0. Doğru cavab B variantı. 8-də deyir ki, rəqəmləri müxtəlif, ən kiçik 4 rəqəmli ədəd. Ən kiçik deyirsə, bilirik ki, ədəd nə ilə başlamalıdır? 1 ilə. Sonra nə gəlməlidir? 0 gəlməlidir. 2 yazsam artıq böyük olur. Bizə ən kiçik 4 rəqəmli. Sonra 2 yazaram, sonra 3 yazaram. 1023 olar. Rəqəmləri müxtəlif deyir həm də bizə. Minliklərə qədər yuvarlaqlaşdırsaq, minlik hara olur? Təklik, onluq, yüzlük, minlik. Minlik 1 olur. Biz bilirik ki, 1-dən sonra 0 gəlirsə artmır, yəni 2 olmur. Ona görə olur 1000. Yəni bunlara da 0 deyirik, doğru cavab olar A. 9-da deyir ki, hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda 3000 alınır? Aha. Bilirik ki, 3-dən sonra 6 gələndə bu nədir bizdə? 5-dən böyükdür. 5-dən böyükdürsə, bura olar 4000. A doğru ola bilməz. İkinci variantda 3000 alınması üçün bu 3-dən sonra gələn 2 nə olmalıdır? 5-dən kiçikdir. Deməli, bu 4 ola bilməz. Elə doğru cavabımız olur B variantı. İndi C-yə baxaq. 2-dən sonra 4 gəlir. 4 gəlirsə 2 artıb 3 ola bilməz. C də doğru deyil. Doğru cavabımız artıq B tapmışıq. D-yə baxsaq. Bura 3-dür. 3-dən sonra 6 gəlir. 5-dən böyük olduğundan 3 artıb olar. Bu 4000. Bizə 3000 lazımdır. Ona görə doğru cavab B variantı. Onda deyir ki, minliklərə qədər yuvarlaqlaşdırdıqda 34.000 alınan ən böyük ədəd neçədir? 34.000 alınması üçün biz az əvvəl bir qayda demişdik ki, hara getdi o qaydamız? Baxın, bu sualda, 3-cü sualda demişdik o qaydanı. 34.000 alınması üçün ya 34.000-dən böyük olmalıydı, 1-dən 4-ə kimi ədədlər götürməliydik, ya da ki 34.000-dən kiçik, 5-dən böyüklərini götürməliydik, yəni 33 götürməliydik. Ən böyük ədəd deyirsə, biz nə etməliyik burada? 34.000 götürməliyik. Bizim artıq 33.000-dən işimiz yoxdur. Çünki 33.000-ləri götürsək, bunları 34.000-ə edə bilərik. Çünki 3-dən sonra 5 gəlir, 3-dən sonra 8 gəlir, 3-dən sonra 9 gəlir. Hamısı gedir 34.000 olur. Amma bizə ən böyüyü lazımdır. Deməli 34.498.99 götürərəm ki, 4-dən sonra 4 gəlsin. Bu 4-ün bir vahid artmasın, qalsın 34.000 kimi. Deməli ən böyüyümüz hansı olur? C variantı. Məntiqlə də fikirləşə bilərsiniz. Bunu necə fikirləşərsiniz? Baxın, 3-dən sonra 5 gəlir, 8 gəlir, 9 gəlir. Hamısı nədir? 5-dən böyüklərdir. Amma 4 nədir? 5-dən kiçik. Doğru cavab olur C variantı. Həm də burada vaxt qazanmış olursunuz. 11-ci sualda 2986 ədədini yüzlüklərə kimi. Təklik, onluq, yüzlük. Yüzlükdə 9 var.
Fikir veririksə 9-dan sonra 8 gəlir. 8 5-dən böyük olduğundan 9-un yerinə nə gələr? 0 gələr. 9-dan sonra nə olmalıdır? Özünüz fikirləşin. 1-ə düşə bilmərik. 0 olmalıdır, düzdürmü? 0 olduğu üçün də artıq bizim bu ədədimiz, 2 ədədimiz nəyə gedər? 3-ə getməzmi? Yəni 3000 olmazmı bu ədəd? 2900-ün yerinə bura artıq 0 yazanda 2000-ə düşə bilərəm? Xeyr, düşə bilmərəm. Ona görə onlar nə? 3000. Doğru cavabımız C variantı. 12-ci sualda deyir ki, verilən ədədi 10 minliklərə qədər yuvarlaqlaşdırın. Gəlin yazaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik 8-dir. 8-dən sonra 6 gəlir, yəni 5-dən böyükdür. O zaman 8 artıb olmalıdır 9, yəni 49. 4 dənə rəqəm olduğundan 4 dənə də 0. 490 min doğru cavab C variantı. Ümid edirəm başa düşdünüz. Növbəti dərsləri də zamanla kanalda paylaşılacaq. Abunə olun ki, bildirişləri eşidə biləsiniz.